sonra isə 9-cu qrant müsabiqəsinin qalibləri Günay Qasımovanın şagirdləri maliyyə mühəndisliyi layihəsi, Aytər Məmmədovanın Mən Gələcəyin Robototexniki adlı layihəsi isə təşkil olunan açılış təqdimatına xoş gəlmişsiniz. Təqdimimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirəm. Layihənin start edirik. Təbii ki, əsas istiqamət üzrə kənd təsərrüfatı üzrə, bir də xidmət sahəsi üzrə Respublika üzrə tərəfindən təsis olunacaqdır. Dövrün tələbi olan robototexnika və əmrlər verilməsi və bu əmrləri icra edilməsi, bütün bunların hər biri mərhələli şagirdlərimizə ötürüləcək və şagirdlərimizlə ekskursiya olunacaq. Hər kəs salamlayıram, xoş gördük hər birimizi. İki layihənin Goranboy rayonunda qalib gəlməsi böyük bir uğurdur. Günləri yaxşı mənada ticarətin əsl ustası biziz. Xoşhalımızda ki, həqiqətən bugün Goranboy rayonunda iki layihə qalib oldu. Təhsil Nazirliyi hal-hazırda daha çox fokuslandığı saf müsabiqələr keçirilir. Yəni, 20-ci əsrin tələbatımız üçün biliş qazan ey kömür, yan işıqlan bilişlə zülməti burada ölür, düşməni bir çiçək. Bir rayonda iki layihənin qrant müsabiqənin qalibi olması həqiqətən uğurdur. Hər iki layihə bugün üçün və gələcək üçün aktual olan məsələlərdir. Bu uğur onları növbəti uğurlara aparmaq dilərəm. Qalibə uğurlar arzu edirik. Hər iki layihənin rəhbəri Günay müəllimə və Aytər müəllimə öz təşəkkürümü bildirirəm.